Bismillahirrahmanirrahim. Elhamdülillah ve salatu ve selamu ala Resulillah ve ala alihi ve sahbihi ecma'in. Emme ba'd. Bugünkü dersimiz inşallah bayram namazı hakkındadır. Cümə namazı yekunlaşdırdıq. Bayram namazına başlayırıq. Bayram namazı qardaşlar Salatul Eid adlanır. Ərəb dilində Salatul Eid. Eid nə deməkdir? Eid adə feilindəndir. Yəni niyə görə bu cür adlanıb? Dönüb qayıtdığına görə bu cür adlanır. Yəni hər il dönüb dolaşıb qayıdır. Yəni hər il təkrarlanır bayram namazları. Ona görə Salatul Eid deyiblər buna. Və necə ki bilirsiniz, barakallahu fikum, müsəlmanların iki bayramı var. Müsəlmanların əsl olaraq iki bayramı var. Onlar da hansılardır? Eidul Fitr, yəni Ramazan bayramı, Şəvvalın ilk günüdür və Eidul Adha və Qurban bayramı, Zilhiccənin 10-cu günü. Və bəzi alimlər də buna əlavə ediblər, üçüncü bayram müsəlmanlar üçün cümə günü. Cümə günü də yəni bayram olaraq hesablayıblar. Sadəcə burada bayram günü deyilir, cümə günü, amma bayram əhkamları tətbiq olunmur. Beləliklə, yəni alimlərin görüşlərinə görə müsəlmanların üç bayramı var. Eidul Fitr, Ramazan bayramı, Fitr bayramı, Eidul Adha, Qurban bayramı və cümə günü. Bəli, və bundan başqa heç bir bayram yoxdur İslam tarixində, istisnasız. Dəlil Ənəs bin Məlikdən gəlir, Abu Davud və Əhmədin və həmçinin Nəsainin zikr etdiyi hədisdir ki, buyurur ki, Qadimən Nəbiyyu sallallahu aleyhi və səlləm əl-Mədinətə və ləhum yevməni yələ'abunə fihimə. Elə ki, Allah Resulü sallallahu aleyhi və səlləm Mədinəyə gəldi və Mədinə əhlinin iki günü var idi. Və o iki gündə oynayırdılar, yəni qeyd edirdilər. Fəqalə Rasulullah sallallahu aleyhi və səlləm. Allah Resulü dedi ki, sallallahu aleyhi və səlləm, Mə hədənil yevmən. Bu iki gün nədir belə? Qalu kunnə nəl'abu fihimə fil cahiliyyə. Biz cəhalət dönəmində cavab verirlər ki, biz cəhalət dönəmində nə edirdik? Bu iki gündə oynayırdıq, şənlənirdik. Fəqalə Rasulullah sallallahu aleyhi və səlləm. Allah Resulü dedi ki, Qad əbdələkumullahu teala bihimə xayran minhə yevmül fitri vəl adha. Artıq Allah Azza və Cəllə sizin bu iki gününüzü nə elədi? Ondan daha xeyirlisi ilə əvəz elədi. O da hansıdır? Yevmül Fitr və Adha və Ramazan bayramı və Qurban bayramı. Və həmçinin elm əhli qardaşlar İbn Həzm rahimehullah bu barədə icma nəql edir ki, müsəlmanların bu iki bayramından, yəni cümə gündə daxil olmaqla üç bayramından icmadır ki, üç bayramdan başqa bayram yoxdur qardaşlar. Və bayram namazının hökmü barəsində elm əhli ixtilaf edib. Bu məsələlərdə diqqətli olaq, barakallahu fikum. Yəni bu çox mühüm məsələlərdəndir. Bunu öyrənmiş olsaq, artıq bayram namazı haqqında bizdə heç bir soru-sual yaranmayacaq inşallah. Təsavvur olacaq bizim üçün. Bayram namazının hökmü barəsində fərqi yoxdur. Fitr olsun və yaxud da ki, Ramazan olsun və yaxud Qurban olsun. Hökmü barəsində deyir ki, elm əhli ixtilaf edib. Üç görüşdə qardaşlar. Üç görüş zikr olunur ki, bayram namazının hökmü nədir? Birinci görüş odur ki, bayram namazı fardul ayndır. Yəni fardul ayn nə deməkdir? Hər bir şəxsin üzərinə iştirak etməsi vacibdir və tərk olunması haramdır. Hər bir kəsə vacibdir. Və elm əhli bu görüşdə olanlar, bu görüşü nəql eləyənlər Əbu Hanifə və Məliklərdən bəziləri və Məliklərdən olan İbn Hubeyb rahimehullah və İmam Əhməddən bir rivayət və həmçinin Şeyxülislam İbn Teymiyyə rahimehullah və İbn Qayyim, Sən'ani, Şəvkani, müasirlərdən İbn Bəz və İbn Hüseyin rahimehullah zikr ediblər ki, bayram namazı hər kəsin ayrı-ayrı fərd olaraq üzərinə nədir? Vacibdir. Və buna deyirlər fardul ayn.
Ayni olaraq vacibdir hər kəsə. Dəlil olaraq Allah Subhanahu wa Taala'nın Kevser surəsinin 2-ci ayəsini zikr edirlər. Allah Taala buyurur ki: "Fəsalli li rabbika vanhar." Rəbbin üçün namaz qıl və qurban kəs. Buradakı namaz qıldan qəsdi gətiriblər ki, bayram namazıdır. Və həmçinin İbn Qudamə rahimehullah özünün Muğni əsərində deyir ki, buradakı əmr vacibliyə dəlalət edir. Allah Taala buyurur ki, "Fəsalli", yəni namaz qıl. Li rabbika, Rəbbin üçün vanhar, qurban kəs. Və həmçinin Buxari Müslimin rəvayət etdiyi Ummu Atiyyədən rəvayət etdiyi bir hədis var, hansı ki məşhur hədisdir. Buyurur ki, Allah Resulü sallallahu aleyhi və səlləm bizə hər iki bayram namazı çıxmağı əmr elədi. Və burada uşaqlar, qadınlar, hətta heyzli qadınlar belə. İndi burada bir məsələni zikr eləmək istəyirəm inşallah. Ümumiyyətlə heyzli qadınların yəni bayram namazına getməsi inşallah o zikr olunacaq ki, yəni birazdan. Ümumiyyətlə qadınlar üçün bayram namazına çıxmaq vacib deyil qardaşlar. Və əfzəl olandır. Qadın üçün əfzəl olan öz evində namaz qılmasıdır. Lakin elm əhli gətirir ki, bayram namazında isə əfzəl olan bayram namazı cəmaatla iştirak etməsidir. Yaxşı, heyzli qadınlar necə iştirak edir? Elm əhli buyurur ki, sadəcə musalləyə daxil olmamaq şərti ilə iştirak edə bilər. Yəni musallə dedikdə orada qəsdədir, yaxşı. Məscid olduqda girmir. Yəni bayram namazı məscidə qılınarsa. Yaxşı, bayram namazı çöllük yerdə qılınarsa, musallədə qılınarsa və bu zaman sadəcə musallə dedikdə orada nə qəsd olunur? Daxil ola bilər, lakin o alimlər gətirir ki, qəsd nədir? Qəsd o namaz qılınan o saflara daxil olmur, kənarda qalır. Kənarda deməli iştirak edə bilər. Bəli. Deməli birinci hökm oldu ki, bayram namazı fardul ayındır hər bir şəxsin üzərinə. İkinci görüş, elm əhli buyurur ki, təkid olmuş sünnətdir. Yəni bayram namazı sünnətdir, təkid olmuş sünnətdir. Və bu görüşü zikr edirlər İmam Məlik və Şafi'i və Hənəfilərdən bir görüşdür və həmçinin İmam Əhməddən bir rəvayət və Davud Əz-Zahiri rahimehullah. Zikr edirlər ki, bayram namazı nədir? Təkid olmuş sünnətdir, vacib deyil. Və həmçinin bunu İmam Nəvavi və İbn Rəcəb zikr edir. Dəlil isə Tahə bin Ubeydullahın gətirdiyi məsələdir, hədisdir. Buyurur ki, Enne raculen caa ile Resulullah sallallahu aleyhi ve sellem yes'aluhu anil İslam. Bir nəfər gəlir Allah Resulü sallallahu aleyhi ve sellem yanına İslam barədə soruşur. Fəqalə Resulullah sallallahu aleyhi ve sellem Xamsu salavatin kətəbəhunnullah alə ibadihi. Hansı ki o 5 vaxt namazdır ki Allah Teala qulların üzərinə vacib edib. Fikir verin. Və sonra deyir ki, fəqalə həl aleyyə qayruhə, mənim üzərimə başqası vacibdirmi? Yəni bu 5 namazdan başqası vacib olan varmı? Buyurur ki, Rasulullah sallallahu aleyhi və səlləm, lə illə ən tətavvəə. Yəni, xeyr, bundan başqa, yəni nafilə ibadətləri və yaxud da sünnət ibadətləri. Alimlər buradan istinbat ediblər ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin deməsi ki, 5 vaxt namazdır. Yəni deyirlər ki, 5 vaxt namazdan o tərəfə vacib namaz yoxdur. Yəni kimsə desə ki, yəni bayram namazı necə vacib ola bilər? Yəni buradan istinbat ediblər ki, 5 vaxt namazdan başqa vacib namaz yoxdur. Olsaydı Allah Resulü zikr eləyər ki, 5 vaxt namaz və bayram namazları. Və buna istinbat eləyərək deyirlər ki, nədir? Yəni bayram namazı təkid olmuş sünnətdir sadəcə. Fərz deyil. Və üçüncü görüş və bir çox elm əhlinin və hətta qeyd olunur ki, cümhur alimlərin də görüşüdür bu. Fardul kifayədir qardaşlar. Fardul kifayə nə deməkdir? Fardul ayının əksidir. Fardul ayn da biz dedik ki, hər bir şəxsin üzərinə. Məsələn, deyək ki, sən bir rayonda yaşayırsan, o rayonda 40 nəfər bayram namazına gedib sən qalmısan. Sənin də üzərinə vacib. Getməsən, hər bir fərd olaraq hər kəsin üzərinə vacib. Getməsə günah daşıyır hər kəs. Fardul kifayə bunun əksidir. Yəni necə?
Məsələn, sənin yaşadığın yerdə 40 nəfər deyək müsəlman var və yaxud da ki 100 nəfər müsəlman var. İbadət əhli var. Onun 50'si qılsa, digər 50'sinin üzərindən o vacibat düşür. Yəni necə ki, yəni cənazə namazı kimi. Cənazə namazı necədir? Fərdu kifayədir. Əgər bir qrup insan tərəfindən yerinə yetirilsə o cənazə namazı, digərlərinin üzərindən o vacibat düşür. Nə vaxt hər kəs günah daşıyır, cemaat olaraq bütünlüklə tərk olunsa, onda hamı günahkardır. Yox, bir qrup insan əgər bunu yerinə yetirsə, digərlərinin üzərinə vacibat düşür. Və bu görüşü İmam Əhməd və həmçinin bu görüş Hənəfilərdən bir qovuldu. Həmçinin Malikilərdən və Şəfilərdən bir qovuldu. Bəli. Və burada həmin bu fardul kifayə deyən alimlərin dəlili də sünnə deyən alimlərin dəlili ilə eynidir. Yəni hansı dəlildir? Adam gəlir soruşur ki, bir nəfər Allah Rasulundan 5 vaxt namaz və bundan artığı varmı? Allah Rasul deyir, xeyr. Yaxşı, bunlar fardul kifayə necə götürüblər? Alimlər deyir ki, buradakı fardul kifayə dəlalət edən nədir ki, buyurur ki, bu adam Nəcd əhlindən idi. Nəcd əhlindən idi və gəlmişdi Peyğəmbər sallallahu aleyhi və səlləmə uzaq yerdən sual soruşmağa. Və Peyğəmbər sallallahu aleyhi və səlləm ona demədi ki, bayram namazı. Çünki səfərdə olana əslən nədir? Bayram namazı üzərindən düşür. Əgər bu vacib 5 vaxt namaz kimi vacib olsaydı, Allah Resulü sallallahu aleyhi ve sellem ona qeyd eləyərdi. Və bu cür istinbat ediblər. Vallahu teala aləm. Və həmçinin elm əhli zikr edir ki, bu fərdul kifayədir. Ona görə ki, azan verilmir. Yəni cənazə namazı kimidir. Və həmçinin deyirlər ki, ayni vacib olsaydı, hər kəs üçün ayni vacib olsaydı, xütbə, onu dinləmək də vacib olardı. Necə ki, biz bilirik ki, bayram namazında xütbə vermək sünnətdir, qardaşlar. Bayram namazının xütbəsi, yəni vacib deyil. Bəli. Və bayram namazı İslamın, necə ki, bilirsiniz, şuarlarından bir şuardır, qardaşlar. Və bir yerdə insanlar əgər, məsələn, bir rayonda yaşayırsınız, bir şəhərdə və o rayonun və yaxud da şəhərin bir toplumun əhalisi ittifak etsələr ki, biz bayram namazı qılmayacağıq, İslamın şuarından bir şuardır, elə deyilmi? İttifak etsələr ki, biz namaz qılmayacağıq bayram namazı, xəlifənin və yaxud da rəhbərin, başçının onlara hərb elan etmək haqqıdır. Yəni, xəlifə onlara nə edə bilər? Hərb elan edə bilər. Niyə görə? İslamın şuarı olduğuna görə. Və İslamın şuarını izhar etmək vacibdir, qardaşlar. Yəni, bu məsələ nəyə oxşuyur? Azana oxşuyur. Təsəvvür edin ki, bir bəldə, bir deyək ki, şəhər azan verməkdən ittifaqla imtina etsələr ki, bu yerdə azan oxunmayacaq, ittifaq etsə hamısı və xəlifə onlara qarşı hərb elan edə bilər. Çünki İslamın şuarını ittifaqla tərk etmək nədir? Küfrün əlamətidir. Ona görə xəlifənin haqqıdır ki, onlarla hərb eləsin. Və həmçinin bayram namazı da bu cürdür. Əgər bir yerdə bayram namazı kulliyən, ittifaqla tərk olunsa, xəlifə onlara hərb elan eləyə bilər. Bəli. Növbəti məsələ, biz dedik ki, qadınlar üçün bayram namazının hökmü nədir? Sünnətdir, qardaşlar. Və İmam Məlik və Şafiə və Əhməddən bir rəvayət və həmçinin müasirlərdən İbn Hüseymin və İbn Bəz rahimehullah bu məsələni zikr ediblər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Lə təmna'u ima'allahi məsəcidallah." Yəni Allahın qadınları məscidlərə getməsinə mane olmayın. Məscidlərə getməsinə mane. Yəni buradakı həmçinin burada gələn hədis ümuma dəlalət edir də. Yəni buradan xüsusi bir vacibat hökmü çıxartmaq mümkün deyil ki, bayram namazına getməyə ümumiyyətlə. Yəni buradakı istihbəb, yəni müstəhəbliyə dəlalət edir ki, qadınlar məscidə gedə bilərlər. Lakin qadınlar üçün vacib deyil bayram namazına iştirak etmək. Ən əfsəl olan bəli iştirak etməsidir. Lakin tərk edərsə günah yoxdur. Və həmçinin alimlərdən İmam Məlik və Şafiə və Şeyxülislam İbn Teymiyyə rahimehullah uşaqların da iştirak etməsini müstəhəb görür. Uşaqların iştirak etməsi də müstəhəbdir. Və qardaşlar, bayram namazının şərtlərindəndir ki, bayram namazının bir neçə şərti var, onu da zikr eləyək. Bayram namazının
şərtlərindəndir ki, müəyyən bir yerdə daimi məskunlaşmaq, muqim olmaq. Yəni buradan o nəticə çıxır ki, məfhum müxalifədən deməli səfərdə olan birisi üçün bayram namazı vacib deyil. Səfərdə olan birisi üçün bayram namazı vacib deyil. Və bu görüşü İmam Əbu Hanifə, Məlik və İmam Şafi rahimehullahın qədim görüşüdür və alimlərin əksəriyyəti bu görüşdədirlər. Alimlərin əksəriyyəti bu görüşdədirlər ki, yəni muqim olan şəxs üçün vacibdir. Səfərdə olan üçün bayram namazı vacib deyil. Bəli. Və buna dəlalət edən hədislər çoxdur. Hansı ki, Allah Rasulü sallallahu aleyhi və səlləm və deməli Raşidi xəlifələr bayram namazı səfərdə olarkən bayram namazı qılmayıblar qardaşlar. Qılmadıqlarına dair yəni hədislər və əsərlər mövcuddur. Bəli, və bu birinci şərtidir ki, hansı ki, bayram namazı qılmaq üçün müəyyən bir yerdə daimi məskunlaşmaq, yəni muqim olmaq şərti. İkinci şərti isə cəmaatla qılınmasıdır. Cəmaatla qılınması. Cəmaatla qılınması şərtdir qardaşlar. Bu da cumhur alimlərin Əbu Hanifə və İmam Məlik və Əhməd və İmam Şafinin qədim görüşüdür. Yəni demək olar ki, bayram namazının şərtləri, bu iki bayramın şərtləri cümənin şərtləri ilə eynidir qardaşlar. Cümənin şərtləri ilə eynidir. Cəmaatla qılınması da şərtdir. Bayram namazı da həmçinin cümədə olduğu kimi 3 nəfərlə də qılına bilər. Şərt odur ki, cəmaat olsun. Və cümənin şərtindən bayramın şərtlərinin bir istisnası var ki, hansı ki, cümədə xütbə vermək vacibdir. Bayram namazlarında isə xütbə vermək sünnətdir. Bəli. Növbəti məsələ bayram namazının ilk vaxtı. Yəni bayram namazı nə vaxt qılmaq olar və hansı vaxta qədər? Elm əhli buyurur ki, bayram namazının ilk vaxtı qardaşlar, yəni hansı ki, o vaxta qılmaq olar, başlamaq olar, günəş qalxdıqda və bir nizə boyu, hansı ki, elə duhanın vaxtı ilə eynidir qardaşlar. Necə ki, bilirsiniz, duha vaxtı bir nizə miqdarı yüksəldikdən sonra qılmaq olar və eyni ilə də bayram namazının ilk vaxtı günəş qalxdıqdan, bir nizə boyu qalxdıqdan sonra qılmaq olar. Və elm əhli buyurur ki, İbn Battal rahimehullah deyir ki, Sahih Buxarinin şərhində Əcmə'l uləmə ennəl eid la yusallə qablə tulu'iş şəms və la ində tulu'ihə fəizə irtəfə'ət şəms və biyaddat və cəzət salatın nafilə fəhuvə vaqtul eid. İbn Battal rahimehullah buyurur ki, alimlər əcmə'l uləmə, yəni icma ediblər ki, deməli günəş çıxmamışdan əvvəl, tulu etməmişdən əvvəl, çıxmamışdan əvvəl bayram namazı qılmaq səhih deyil, qılınmır. Və qalxdıqdan sonra və ində tulu'ihə nə deməkdir? Qalxan əsnada da qılmaq olmaz. Və sonra buyurur ki, fəidə irtəfə'ətiş şəms. Elə ki, günəş qalxdı və biyabbat və işıqlandırdı və cəzə salatın nafilə, hansı ki, nafilə namazı qılmaq icazəli oldu fəhuvə vaqtul eid. Və bu da deməli bayram namazının vaxtıdır. Elə bu da bayram namazının vaxtıdır. Təxminən 15 dəqiqə sonra günəş çıxdıqdan, yəni duha namazı nə vaxt qılırıqsa, o vaxtda da bayram namazı qılmaq icazəlidir. Və həmçinin bunu cumhur alimlər Əbu Hanifə və Məlik və Əhməd zikr ediblər bu görüşü və İmam Nəvavi rahimehullah özünün məcmu əsərində zikr edib. Və dəlil olaraq İmam Müslimin sahihində Uqbət ibn Amirdən gəlir ki, 3 sa'atin kana Rasulullah sallallahu aleyhi və səlləm yenhana an nusalliya fihinna. Peyğəmbər sallallahu aleyhi və səlləm 3 vaxt var idi ki, o 3 vaxtda bizə namaz qılmağı qadağan elədi Rasulullah sallallahu aleyhi və səlləm. Əv ən nuqbira fihinna mevtana, və yaxud da ki, deməli ölülərimizi bastırmağı da qadağan elədi. Və bu da hansı vaxtlardır qardaşlar? Günəş doğmağa deməli başlayıb yüksələnə qədər, gün tam təpədə olanda və məğrib vaxtı. Elə ki, günəş batdığı əsnada bu 3 vaxtdır ki, nədir? Namaz qılmağı Allah Rasulü sallallahu aleyhi və səlləm qadağan eləyibdir. Və bu bayram namazını da günəş doğmağa başlayandan yüksələnə qədər qılmaq olmaz. Elə ki, yüksəldi, duha vaxtı oldu,
o zaman bayram namazı qılmaq icazəlidir. Yaxşı, son vaxtı nə vaxtı? Bayram namazını nə vaxta qədər qılmaq olar? Duha vaxtından hansı vaxta qədər? Elm əhli buyurur ki, zaval vaxtına qədər davam edir. Elə ki, günəş təpədə oldu, meyl etməyə başladısa, bayram namazının vaxtı qurtarır qardaşlar. Bayram namazı günorta zöhr namazının vaxtı girənə qədərdir. Hansı ki, Əbu Davud və İbn Məcənin Əbu Umeyr bin Ənəs bin Məlikdən gələn rəvayətində buyurur ki, Rasulullahın sallallahu aleyhi və səlləmin əshabından olan ənsari əmilərim mənə belə nəql etdilər. Buludlu olduğuna görə Şəvval ayının hilalı bizə gizli qaldı. Yəni Ramazanda idilər, bayram namazı qılmaq istəyirdilər. Yəni orucu açıq mı, açmayaq mı? Növbəti gün Şəvval ayının hilalı bizə gizli qaldı. Buludlu olduğuna görə. Və biz deyir, oruclu olaraq sabahladıq. Həmin günü oruç tutdular. Və günün sonuna yaxın bir karvan gəldi bizim yanımıza və hilalı gördüklərini bizə şahadət verdilər. Şahidlik etdilər ki, yəni biz hilalı görmüşük. Bizə, yəni digər tərəfə buludlu olsa da karvanla gələnlər deyirlər ki, biz artıq görmüşük. Və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm orucu açmağı əmr etdi. Fikir verək. Orucu açmağı əmr etdi. Növbəti gün isə bayram namazına çıxdıq. Növbəti gün bayram namazına çıxdıq. Fikir verin. Burada alimlər istinbat ediblər ki, yəni bu hadisədən əgər zəvaldan sonra, yəni zöhrdən sonra bayram namazı qılmaq icazəli olsaydı, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm namazı növbəti günə saxlamazdı. Dərhal deyərdi ki, orucu açın, bayram namazı qılaq. Və bu da onu gərəkdirir ki, nədir? Yəni Peyğəmbər sallallahu aleyhi və səlləm təxirə salıb. Yəni deməli bayram namazının son vaxtı zəvala qədərdir. Zöhr vaxtına qədər. Elə ki zöhr vaxtı girdi, günəş təpədən oldu, görsəndi, artıq bayram namazının vaxtı bitir. Və bu istinbatı da Hənəfilərdən olan Zeyla'i rahimehullah Təbyinül Haqaiq kitabında zikr edibdir. Və həmçinin alimlər bu barədə icma nəql edirlər qardaşlar. Yəni son vaxtın zəvala qədər olmasına. İbn Həzm və İbn Rüşd və İmam Şirbini və Şəvkani rahimehullah icma nəql ediblər bu barədə. Və növbəti məsələ Qurban bayramı və deməli Ramazan bayramlarının arasında bəzi fərqlər var. Hansı ki o nədir? Yəni vaxt baxımından elm əhli buyurur ki, Qurban bayramının namazını tez qılmaq, Ramazan bayramının namazını isə gecikdirmək sünnətdir, müstəhəbdir qardaşlar. Qurban bayramını tez qılmaq, Ramazan bayramını gecikdirmək sünnətdir. İndi burada hikməti də qeyd ediblər alimlər. Bu nə deməkdir? Və cümhur alimlər bu görüşdədirlər. Əbu Hanifə və Şafi və Əhməd və İmam Məlikdən bir görüşdür. Və hikmət də budur ki, qardaşlar, Ramazan bayramı bilirsiniz ki, fitrə zəkatı paylanan, deməli Ramazan bayramı fitrə zəkatı bayram namazına qədərdir. Bayram namazından sonra verilən isə nədir? Sədəqə sayılır. Və niyə görə Ramazan bayramında namazı gecikdirmək yaxşıdır? Gecikdirmək deyəndə nə qədər qəsd olunur, onu da zikr edəcəm inşallah. Ona görə ki, alimlər qeyd ediblər ki, hikmət budur ki, fitrə zəkatında gecikənlər, fitrə zəkatını verməyə gecikənlər üçün vaxt genişliyi olsun deyə. Yəni namazı gecikdirsə ki, ta ki fitrə zəkatı verməyən qalmasın. Hamı fitrə zəkatını vermiş olsun. Və bu gecikdirmə də nə qədər ola bilər? Yəni ən çox elm əhli buyurur ki, günəşdən yarım saat 40 dəqiqə ərzində ola bilər. Yəni günəş çıxdı, yarım saat 40 dəqiqə gecikdirə bilərsən. Müstəhəbdir ki, insanlar o fitrə zəkatını versinlər deyə, çıxarsınlar deyə. Yaxşı, Qurban bayramında niyə görə? Hikməti nədir bu tezləşdirməyin? Elm əhli buyurur ki, Qurban bayramının tezləşdirilməsi isə hansı ki o heyvan kəsəcək kimsələrin işləri uzun olur, bilirsiniz. Hansı ki o heyvanın kəsilməsi var, təmizlənməsi var, paylanması var və s. və s. Və elm əhli buyurur ki, hikmət budur ki, o işlə məşğul olanların vaxtına görədir. Yəni onlarda da vaxt genişliyi olsun deyə, yəni hansı ki o vacib olan o məsələlərdən kənara çıxmamaq şərti ilə. Məsələn, kimsə deyə bilər ki, hə, hikmət deməli bundadırsa, biz gəl Qurban bayramını günəş çıxmamışdan əvvəl qılaq. Xeyr, bu keçərli deyil. Şəriətin qoyduğu vacib çərçivədən çıxmamalıdır. Müstəhəbdir ki,
Qurban bayramını tez qılasan nə vaxt? İlk girdiyi vaxtda. Elə ki günəş yüksəldi bir nizə boyu, dərhal neyirsən? Namazı qılırsan və bu da tezləşdirmək deməkdir. Bəli. Növbəti məsələ bayram namazının qəzası varmı? Yəni ola bilsin ki, yəni burada da elm əhli iki məsələni zikr eləyir. Hansı ki, fərdi olaraq bayram namazını qaçırmaq və cəmaat olaraq bayram namazını qaçırmaq. Elm əhli iki qovul üzərində ixtilaf ediblər qardaşlar. İki görüş üzərində ixtilaf ediblər. Onlardan birinci görüş odur ki, inkar ediblər. Bayram namazının qəzası yoxdur deyiblər. Kim keçirdisə artıq getdi. Yəni onun üçün qəza yoxdur. Və bu görüşü zikr edən alimlər Əbu Hanifə və Davud Əz-Zahiri, Şeyxülislam İbn Teymiyyə və İbn Hüseymin rahimehullah qeyd edirlər ki, cümə namazı kimidir. Bayram namazı cümə namazı kimidir. Cümə namazının necə ki, əgər vaxtı gecikdisə, cümə namazına gecikdinsə, artıq zöhr namazını qılırsan, eləcə də bayram namazı da bu cürdür. Bayram namazına gecikdinsə, artıq nə edirsən? Bayram namazını qılmırsan. Və digər rəydə olan alimlər isə, yəni qəzası var deyən alimlər cümhur alimlərdir qardaşlar. Cümhur alimlər İmam Şafi və Əhməd və həmçinin İmam Nəvavi rahimehullah özünün məcmusunda bu görüşü zikr edir ki, cümhur alimlər o görüşdə ki, bayram namazı qəzasını qıla bilərsən. Dəlil olaraq da Peyğəmbər sallallahu aleyhi və səlləmin Buxari və Müslimdə zikr etdiyi hədis var. Allah nəbisi buyurur ki, "Mən nəsiyə salatan əv nama anha fəkəffəratuhə ən yusallihə izə zəkərəhə." Allah Resulü buyurur ki, kim namaza unudarsa və ya da yatıb qalarsa, onun kəffarəsi xatırladığı zaman qılmasıdır. Və bunu ümuma həml ediblər. Yəni nə deməkdir? Buradan bu Peyğəmbər sallallahu aleyhi və səlləm namaz deyəndə ümumi qəsd olunur. Buradan daxildir burada daxildir vaxt namazları, bayram namazları, bütün namazlar buna daxildir. Kim unutsa və ya da vaxtını keçirsə, onun kəffarəsi xatırladığı zaman o namazı əda etməsidir, yerinə qaytarmasıdır. Bəli. Və yaxşı, bu bayram namazının dedi ki, iki görüşü var. Vallahu Teala ələm, cəmaat şəklində bayram namazı unudularsa, məsələn bir yerdə yaşayırsınız, bir kənddə və ya da şəhərdə bütün cəmaat bu bayram namazını unudub. Və yaxud da ki, deməli bayram namazı üçün səbəb ayın görünməsi, hava buludlu olub. Peyğəmbər sallallahu aleyhi və səlləm və əshabının başına gəldiyi hadisə kimi. Və bu zaman elm əhli buyurur ki, zəvala əgər çatdısa, zəvaldan sonra dedi ki, zikr elədi ki, bayram namazını qılmırlar cəmaat şəklində. Neynirlər? Növbəti günə saxlayırlar. Növbəti günə saxlayırlar və qəza olaraq qılırlar. Ancaq fərdi olaraq qaçıran kimsə, məsələn gecikirsən bayram namazına, qaza qıla bilərsən, icazəlidir. Qıla bilərsən, ixtilaf olmasına baxmayaraq. Hətta alimlər deyir ki, zəvaldan sonra da qılmaq olar. Məsələn, zöhr namazında yadına düşür ki, mən bayram namazına getməmişəm. Zöhr namazından sonra 2 rükət bayram namazını qıla bilərsən. Hətta bəzi alimlər zikr ediblər, burada təfsilatlar mövcuddur. Bəzi alimlər zikr edirlər ki, Abdullah bin Məsud və digər deməli elm əhli kimi deyir ki, 4 rükət qılırsan. Lakin Allah Teala ələm 2 rükət kifayətdir inşallah. 2 rükət qılırsan və xütbə vermirsən. Sadəcə 2 rükət bayram namazı. Düzdür, elm əhlindən zikr eləyən var, ixtilaflar çoxdur. Məsələni çox uzatmaq istəmirəm. Hansı ki, elm əhli burada təfsilatlar verib ki, yəni orada təkbirlər gətirilirmi? Bəzi alimlər deyirlər, xeyr gətirilmir. Bəzi alimlər deyirlər, necə sifətdədirsə bayram namazı o cür qılınır. Və səhih olan görüş də budur. 2 rükət bayram namazını necə gəlibsə sünnədə o şəkildə qılmaq lazımdır. Təkbirlərlə 7 təkbir, 5 təkbir, yəni bu cür şəkildə qılmaq lazımdır. Lakin fərq odur ki, xütbə vermir. Zavaldan sonra qılması da fərdi olaraq qaçırıbsa icazəlidir. Lakin cəmaat olaraq dedik ki, qaçırılıbsa cümhur alimlərə görə neyniyir? Növbəti günə saxlayırlar. Zavaldan sonra bayram namazı qılmırlar. Və bu görüşü cümhur alimləri zikr eləyir. İmam Şafi və Əhməd və əksər elm əhli bu görüşdədir. Bəli. Növbəti məsələ bayram namazı harda qılınır? Yəni bayram namazı məkan olaraq harda qılmaq daha əfsəldir?
Elm əhli buyurur ki, qardaşlar, cümhur alimlərə görə musallədə qılmaq və yaxud da açıq bir yerdə qılmaq və yaxud da səhralıq indi bizdə yoxdur. Yəni açıq bir yerdə, ərazidə qılmaq sünnətdir, qardaşlar. Və əfzəl olanıdır. Əsl olanıdır ki, bayram namazı nədir? Açıqlıqda, musallədə qılınır, məsciddə yox. Və Abu Hanifə, İmam Məlik və Əhməd və həmçinin İbn Qudamə rahimehullah məsələ barədə Muğni əsərində icma nəql edib. İcma deyəndə yəni burada qəsd olunur ki, nədir? Yəni deyir ki, İbn Qudamə rahimehullah məsələn zikr edir ki, bayram namazı musallədə qılınır və buna müxalif olan bir görüş tanımıram. Bu o deməkdir ki, icma nəql etmək deməkdir. Aydındır? Bəli. Və Peyğəmbər sallallahu aleyhi və səlləm necə ki, İmam Buxari və Müslimin, İbn Ömer'dan, Abu Said el-Xudri'dən radiyallahu anhum deməli nəql olunur ki, Buxari Müslimdə Allah Resulü sallallahu aleyhi və səlləm bayram namazını qılarkən Mədinədən çıxırdı, qardaşlar. Mədinədən çıxıb, yəni o şərt deyil ki, sən şəhərdən çıxıb başqa bir şəhərdə qılasan, öz şəhərdə qıla bilərsən. Lakin açıqlıq bir ərazidə qılmaq sünnətdir. Lakin burada bir istisna var. Allah Resulü dedi ki, Mədinədən çıxırdı. Məkkə buna daxil deyil, qardaşlar. Məkkə istisnadır. Yəni Kəbə istisnadır. Çünki Məkkə əhli üçün Kəbədə qılması daha əfsəldir. Necə ki, bu görüşü İmam Şafii və İmam Navi və deməli İbn Qudamə rahimehullah bu məsələdə də icma nəql edibdir. Yəni Məkkədə, Kəbədə qılmaq niyə görə əfsəldir? Çünki Məkkə əhlinin əslən səhraya çıxması çətindir, qardaşlar. Çünki Məkkə əslən dağlıq yerlərdir. Dağlıq yer olduğuna görə və həmçinin ikinci səbəb də var ki, Kəbədə qılınan namaz daha əfsəldir. Necə ki, hədislərdə varid olub ki, 100.000 dəfə daha əfsəldir. Bu əfsəliyyətə görə bayram namazı Kəbədə qılmaq daha əfsəldir. Lakin bundan başqa digər yerlərdə nədir? Səhraya çıxmaq daha müstəhəbdir. Burada bəzi səbəblər var ki, məsələn, yağışlı hava olarsa, şiddətli küləkli hava olarsa, məsciddə qılınması icazəlidir. Və bunu da İmam Navi rahimehullah özünün məcmu əsərində icma olaraq nəql edir. Şeyx Albani rahimehullah, necə ki tanıyırsınız, Allah ona rəhmət eləsin, böyük mühəddis, alim, Allah Teala onu və digər alimlərimizi cənnət əhlindən etsin. Şeyx Albani rahimehullah məsciddə qılmağı bidət görüb, qardaşlar. Lakin bu rəyə görə təəccüblənə bilərsiniz. Lakin şeyxin qəsdi burada oldu ki, bəzi insanlar bayram namazını məsciddə qılmağı əsl sünnət olaraq görürlər. Yəni deyirlər ki, deməli nədir? Bayram namazı məsciddə qılınan şeydir. Şeyx Albani rahimehullah deyir ki, kim etiqad edərsə, etiqad önəmlidir. Kim etiqad edərsə, bayram namazını məsciddə qılmaq sünnədir, sünnəyə daha müvəffiqdir, o bidətdir, qardaşlar. Bu görüş bidətdir, səhih deyil. Sünnət olan nədir? Əsl olandır ki, sünnət olandır ki, bayram namazı açıqlıqda qılınır. Açıqlıqda qılınır. Lakin məsciddə qılması heç məkruh da deyil, qardaşlar. Yəni bunun əksi olaraq başa düşmür ki, məsələn bir insan məsciddə qılsa bu məkruh əməldir. Xeyr, məsciddə də qılmaq icazəlidir. Lakin sən o etiqadla qılmalısan ki, bayram namazı sünnət olan açıqlıqda. Çünki baxın, fikir verin, bir məsələni qeyd edəcəm. Məsələn bir insan fikirləşin ki, məscidə sol ayağı ilə daxil olur. Və bu adi hal kimi daxil olur. Və biz buna deyirik ki, qardaş, sənin etdiyin əməl sünnəyə müvafiq deyil, məkruhdur. Lakin biz buna demirik ki, sən bidət elədin. Niyə? Əgər o vaxt məscidə sol ayağınla daxil olması bidət olardı ki, o adam etiqad edir ki, məscidə sol ayaqla daxil olmaq sünnətdir. Əfzəl olan budur desə, biz deyirik ki, bu əməl bidətdir. Və Şeyx Albani vallahu teala aləm qəsdi də budur. İnşallah ki, yəni bidətdən qəsd odur ki, etiqad eləmə ki, məsciddə bayram namazı qılmaq daha əfzəldir. Xeyr. Çünki indi niyəsini, illəsini gətirəcəm. Çünki fikir verin. Əgər bu fəzilət baxımından daha üstün, məsciddə qılmaq daha deməli əfzəl olsaydı, Peyğəmbər sallallahu aleyhi və səlləm, Raşidi xəlifələr, əshabı səhrada qılıblar. Səncə Peyğəmbər sallallahu aleyhi və səlləm daha əfzəl olanı etməzdimi? Əlbəttə edərdi. Peyğəmbər sallallahu aleyhi və səlləm Allah nəbisindən söhbət gedir və onun əshabından
fəzilətli əməllərdə İslam etiqadıdır ki, fəzilətli əməl bir şey əgər fəzilətlidirsə, mütləq şəkildə əshab bizdən öndədir. O əməl onlarda mövcud olub. Buna heç ixtilaf belə yoxdur. Bəzi bidət əhli deyirlər ki, hansı ki bu sözü bəzi hansı ki o dinlərdə, İslamdan qeyri dinlərdə də mövcuddur. Hansı ki deyirlər ki, məsələn xristianlıqda İsa əleyhissalam həvariləri var idi, elə deyilmi? Xristianlar deyirlər ki, biz həvarilərdən üstünük. O İsa əleyhissalamı yəni tək qoydu və s. Bu səbəblər indi bizim üçün maraqlı deyil. Deyirlər ki, biz həvarilərdən üstünük. Lakin əhl-i sünnə vəl cəmaa icma edib ki, əshab yer üzərində ondan sonra gələn bütün insanlardan üstündür. Əgər bir əməl mütləq şəkildə faydalı olsaydı, əshab onu eləyərdi. Çünki sahabə bizdən üstündür, qardaşlar. Buna şək belə yoxdur. Və bu əməl də əgər məsciddə qılmaq daha üstün olsaydı, Allah Resulü sallallahu aleyhi və səlləm və əshabı bunu eləyərdi. Deməli, nəticə nədir? Xülasətül qovl, bayram namazını musallədə qılmaq sünnədir, müstəhəbdir, daha əfzəldir. Məsciddə qılmaqda da heç bir bəs yoxdur. Heç bir problem, heç bir işgal yoxdur inşallah. Bəli. Növbəti məsələ, bayram namazından əvvəl və sonra namazı varmı? Elm əhli buyurur ki, İmam Nəvavi rahimehullah icma nəql edir bu barədə özünün məcmu əsərində ki, istər məsciddə olsun, istər çöldə olsun, yəni musallədə olsun, bayram namazından nə əvvəl, nə də sonra heç bir sünnət namazı yoxdur, qardaşlar. Hətta İmam Əhməd zikr eləyib ki, hansı ki bunu dəlillə zikr eləyib, hətta məsciddə qılsan, təhiyyətül məscid də qılmırsan. Təhiyyətül məscid də qılmırsan. Amma əsl olan odur ki, məsciddə bayram namazı qılırsansa, girdinsə təhiyyətül məscid qılırsan. Tamam. Ümumiyyətlə musallədə qılınırsa, təhiyyətül məscid musallədə yoxdur. Yəni bəzən görürsən ki, bu hala rast gəlirsən, çöldə namaz qılınır musallədə, bayram namazı. Adam gəlib 2 rükət təhiyyətül məscid. Ora məscid deyil axı qardaş. Musallədə, yəni açıqlıq yerdə nədir? Təhiyyətül məscid qılınmır. Bəli. Və İmam Əhməd bunu nəyə görə deyib? Ki, hətta məsciddə qılınsa belə təhiyyətül məsciddə qılınmır. Çünki İbn Abbasdan gələn hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, yəni İbn Abbas buyurur ki, Allah Resulü sallallahu aleyhi və səlləm 2 rükət bayram namazı qıldı. Nə ondan əvvəl, nə də sonra heç bir namaz qılmadı. Yəni burada istisna gətirmir ki, təhiyyətül məscid qıldı. Aydındır. Bu məsələyə görə, bu hədisə görə İmam Əhməd deyib ki, rahimehullah, təhiyyətül məsciddə. Lakin əsl odur ki, gəldinsə məsciddə bayram namazı üçün sadəcə təhiyyətül məscid qılıb oturursan. Başqa heç bir şey. Bəli. Hətta elm əhli zikr edir ki, evinə qayıtsan belə, evinə qayıtdın. Deyək ki, bayram namazını qıldın, evinə qayıtdın. Hətta evində belə qılmırsan. Hətta evində belə qılmırsan. İndi İbn Məcə deməli Əbu Said el-Xudridən bir hədis rivayet edir. Deyir ki, Allah Resulü sallallahu aleyhi və səlləm evinə qaydanda bayram namazından sonra 2 rükət namaz qıldı. Lakin hədisin deməli sihhəti barəsində elm əhli yəni mülahazatlar var, qardaşlar. Yəni problemlər var. Hədisin zəif olduğunu deyiblər elm əhli. Bəli. Və sonuncu məsələ və bununla yekunlaşdırıb inşallah. Deməli, bayram namazı necə ki bilirsiniz, heç bir azansız və iqaməsiz qılınan namazdır. Yəni nə azan, nə də iqamə verilmir. Müslimin rivayet etdiyi hədisdə Cəbir ibn Abdullahdan gəlir ki, şəhidtu ma'an nəbi sallallahu aleyhi və səlləm əs-salətə yevməl-id. Mən Allah Resulü sallallahu aleyhi və səlləmlə birlikdə bayram namazına şahidlik etdim. Yəni onunla bərabər bayram namazı qıldıq. Fəbədəə bis-saləti qabləl-xutbə. Və deməli, namaza başladı. Xütbədən əvvəl namaza başladı birbaşa. Fəbədəə bis-saləti qabləl-xutbə. Bi qeyri ədənin və la iqamə. Nə iqamə, nə azan olmadan birbaşa namaza başladı. Və elm əhli, necə ki İbn Abdülbar və İbn Rüşd və İbn Qudamə və İmam Nəvvi rahimehullah bu barədə icma nəql edirlər ki, bayram namazında nə azan, nə də deməli iqamə yoxdur. Bəzi yerlərdə görürsən ki, bayram nidası eləyirlər. Yəni deməli
əs-salatu cəmaətən, əs-salatu cəmiətən belə bir nidalar edir bəzi ərəb ölkələrində. Bunun əsli yoxdur qardaşlar. Bayram namazı üçün heç bir nida olunmur. Bayram namazı sadəcə deməli gəlirsən, imam Allahu Akbar təkbir gətirəndən sonra bilirsən ki, bayram namazı artıq başlayıb. Və doğrusunu Allah bilir. Velhamdülillahi Rabbil alemin.